Başlanğıcda söz var idi. Söz Tanrı ilə bərabər idi və söz Tanrı idi. Tanrı gizli bir xəzinədir. Varlığı və özü səsdən yaranır. Səsin ortaya çıxması ilə dünya yaranmışdır. Tanrı öz əksini insanda göstərdi. İnsanı Tanrıdan ayıran sözdür, səsdir. Tanrı insana öz kitabları ilə söz göndərdi. İnsan bu səsin yolunda haqq aşıqı oldu. Haqqı vəsf etdi. Azərbaycan adlı məkanın sirrini haqq aşiqləri yazdı. Onu kitaba yaza bilməzdilər. Qələm şeytanın əlində idi. Onu daşlara yazdılar, səsə yazdılar, saza yazdılar. Haqq aşıqı oldular. Azərbaycan sirrini qopuzda, sazda gizlətdilər. Bizim oğlanlar putalmağa hara edir? Çin'e. Niye Yaponiya etmir? Çünkü Çin'de onun dilinde danışan Uygur var. Dedesi oraya alvereydir. Qaydanda Uygur kızından danışır. Bu da hayalında, yuxusunda oranı görür. O da bu vilayetten söhbət edir buraya. Niye Hindistan'a gedir? Hindistan'da çünkü orada Surat vilayeti var. Azerbaycanlılardır. Onlar Zərdüştlər, müsəlmançılığı qəbul etməyib getdilər. Xəqəni gözəl bilirlər, bir də nizami, qalan ədəbiyyatı bilmirlər. Niyə bunlar Bağdad edir? Orada Kərküklər var, səhər dilində danışan. Niyə Misri edir? Misirdə Səlcuklar var. Yəni bizim qəhrəmanlar dastanda, bizim dastan yaradıcılığında dastanların coğrafiyası işlənməyib. Yaranma coğrafiyası, yayılma coğrafiyası işlənməyib. Mən balaca bir onun xəritəsinin ətrafında oturanda bütün bizim xalqımız tarixən hansı ölkələrlə alıvereliyib, hansı ölkələrdə bizim millətimiz var, hansı məsələ Şahzadə Qasım Hindistanla İran arasında yaranır. Deyək ki, Məsim və Dilafruz Azərbaycanla Çin arasında yaranır. Deyək ki, Mehri ilə şəhəri Bağdatla Azərbaycan arasında yaranır. Bax, bu dastanların özünün coğrafiyasında siz dediniz o pünhan sirlər nədir? İndiyə qədər siz bilmirdiniz ki, bunlar niyə oraya ediblər? Çünki öz dilində danışır. Axı, mən getdim Yaponun qabağında durdum, qızı da sevirəm. Mən onunla necə danışırım, məhəbbətimi necə izhar edeyim? Saz da çarım, özümü də öldürüm, daşa da çırpım, hoppanım, düşüm. O mənə başa düşməz. Mənim hissimi anlatmaq üçün ən böyük vasitə dildir. Bu dil bir eli yaşadırdı. Azərbaycan məkan olaraq hardan başlayırdı, ruh olaraq hardan başlayırdı. Əslində dastan və nağılların coğrafiyasında yaşayan Azərbaycan türkü, ölən mədəniyyətlərdən və sivilizasiyalardan qurtulub sağ qalan el idi. Tarixi, coğrafi, ruhi məkanlarda baş verən ziddiyyətlərdə də bu səbəbdən Azərbaycan türkünün tarixi yaranmır. Ölən mədəniyyətdə millətlər ya tam məhv oldular, ya da əriyib getdilər. Onları yeniləri əvəz etdi. Azərbaycan türkü isə tarixin zaman və məkan hüdudlarından kənar olduğu üçün özünü, kökünü qorudu. Ruhani mərkəzlər dədə-ata yurdu saydıqları bu müqəddəs məkana toxunmadılar. İçində iman evi gətirən el Tanrı tərəfindən də qorundu. Bu el yalnız Şah Xətai zamanında sərhədlərini müəyyən etmək istəklə tarixin burulğanına atıldı və Şah Xətai saza yazılan sirləri məkana köçürtdü. Azərbaycan xəritəsi sazla çəkildi. Azərbaycan üçbucağı sazın səsi ilə tanrısına sığındı, sınırlandı. Haqq aşiqləri bu sirlərin daşıyıcılarına çevrildilər. Səfəvi dövlətinin ideologlarının bizim Azərbaycanın sınırlarında məskunlaşması və təsadüfi deyil ki, Azərbaycanın o vaxtki Azərbaycanın sınırları olan indiki Gürcüstan ərazisindəki torpaqlarımız Borçalı Aşıq Məktəbi, Dərbənd Aşıq Məktəbi, Göyçə Aşıq Məktəbi, bayaq dediyimiz o Zəngəzur Aşıq Məktəbi, İç Anadoluya qədər o məktəblər, bu ən güclü, ruhlu adamlar, o ruhun daşıyıcıları, türkçülük, dövlətçilik
milli ruhun daşıyıcıları olan o fərdlər idi, ozanlar idi, ustadlar idi. Ondan sonra böyük məktəblər yaratdılar. Sanki qəfildən bir sehirli əl həm məkan olaraq, həm də ruh olaraq bütöv Azərbaycan elini didərgin salır. Bulundum dağda aranda, qiblə-i ərzim turanda, imanım, dinim quranda, haqq yolum yarpaq üstündə. Elə bil ki, bu millətin haqq yolu yarpaq üstə çıxır. Qaçaq Nəbi adlı bir dastan bağlayan Qara Yusif bir daha saz çalmadı. Zorla özünə dastan bağlatdıran Nəbini Həcəri öydüyü üçün. Haqqı olmayanı etdiyi üçün, bizlər də haqqı bilmədən Nəbini öydük, qəhrəman etdik, Həcəri qadınlarımıza namus rəmzi kimi tuş tutduq. Azərbaycan elinə divan tutan Nəbi isə haqq qaşıqları olmadığı üçün unuduldu. Elə vaxt olub ki, Görkəndə bizi dərimizi soyublar, qatırın quyruğuna bağlayıblar, tonqalda yandırıblar. Bizə ağlamaq müstəqilliyi də verilməyib. Bu bütün bizim Azərbaycan türklərinin tarixi gedişatına nəzər salsan, buradan aydın olur. Sazdakı havacatların aşıq da təsdiq eləyə bilər, 90% ağlaşmadır. Yesir kərvanında sürülən qızlarımızın ah-naləsidir. Fəğandır, ələmdir. Təsəvvür eləyin ki, Yahya bəylə dostu xanım evlənmişdi. Ağ gündə yaşayırdılar. Bizim xalqın alnına Tanrı ağ gün yazmadığına görə bir güpər girən qarı bunların arasını pozdu. Bir-birini istəkli, sevgili məhəbbətlə, bir-birindən ötürü aşıq-maşıq olan bu iki insan aralandı və sonradan vüsala can atma dəmi ilə məhv oldular. Dilqəm havası yarandı. Kərəm, təsəvvür eləyin ki, bu yanlışlıqdır. Qriqoryan məzhəbinə malik olan erməniləri, erməni kahinlərini evlənmək qadağandır. Əslini hardan almışdı o keşiş? Axı buna dini qadağan eləyir ki, sən evlənməməlisən, sənin uşağın olmamalıdır. Və sonraki dini gedişatlara əməl eləyir, dinin əlifbasını pozur. Və bundan sonra da özümüzdən olan o türk qızını, erməni qızı öz qızı adı ilə Ziyad xanın nəvəsinə sırıyır və bunu da siyasi məqsədlə, siyasi gedişlə və bunların axırı məlumdur sana, yanırlar. O haqq nurunda yanırlar. Haqq talanın dərgahından qopan safaq nurda yanırlar. Safaq nur onları paklayır, carlayır ki, onlara kəşiş əli dəymişdir. 300 illik Azərbaycan Geni Fondunun məhv olmasına yönələn siyasət din və ənənənin dağılması üzərində qurulmuşdu. Ənənəni yaşadan ayışıqlar haqq divanına çata bilmədilər. NKVD aşıq sənətini özünün casus, agent şəbəkəsinə çevirdi. Beləliklə haqq aşqı NKVD paltarını geydi və bununla da saz, qadınlar, qızlara miras qaldı. Dədələr dağlarda öldü, aşıq pəri adağlar deyə yas tutdu. Saz Azərbaycan idi. Azərbaycan haqqın sözünü saza demişdi. Biri var zahiri görkəmi, bir də var batili görkəm. Dastanlarımızda zahiri görkəmdə, məsəl üçün, tutaq ki, əsli Kərəmi sevdi. Əsli Kərəmi sevdi, onu vermədilər, yandı. Amma onun daxilində gizlənən fikir nədir? Fikir odur ki, orada belə bir şey deyir ki, qabağında otlar keçi, qarğıdan ayrılmaz saçı. O qara məliyin köçü, çoban buradan nə vaxt keçdi? Çoban gör nə cavab veririk? Biz deyirik, çoban savadsız, amma əslində çoban bizdən də savadlıdır. Deyir ki, köçləri qarışmaz köçə. Qeyri-millətin, tür millətinlə köçə qarışsa, nəticəsi yanmağa gedir. Köçləri qarışmaz köçə, boy uca, beli incə bizi aldadır. Təzəcə açılmış qönçə, buradan bir ağdaban keçdi. Tutabildiniz mi? Yəni, bunun daxilində odur ki, sən kimlə dostluq eləyəcəksən elə, axırda ağacını möhkəm saxıl əlində.
İstər məsəl üçün tutaq ki, Aslan Şahın İbrahimin dastanında müəyyən insan qadın riyakarlığı gizlənir. Yəni bunların daxilində tamam başqa şeylər gizlənir. Onun zahirdə isə bu başqa cürdür. Zahir və batin, gizli və aşkar, saz, söz, bütöv Azərbaycan əslində bu ikiliyin vəhdətidir. Saz və söz bütövlüyü nədir? Gəlin ilk öncə saz nədir? Bu gizlinləri araşdıraq.